Allah'ın salamı, rəhməti və məğfirəti aləmi İslamın üzərinə olsun. Mesajımızı alan hər bir insanı Türkiyə, İstanbul üçün dua səfərbərliyinə dəvət edirəm. Hazırda davam edən zəlzələ səbəbilə parklarda, çadırlarda, küçələrdə gecələyən yaşlı, gənc, hamilə, körpə, xəstə, bütün türk bacı və qardaşlarımıza uca Rəbbimiz rəhməti ilə müamilə eyləsin. Oradakı Azərbaycan vətəndaşlarını, eləcə də valideynlərindən uzaqda təhsil almaq üçün gedən tələbələrimizi Rəbbimiz mühafizə eyləsin. Maraş zəlzələsi çox can aldı. İstanbulluların canları sənə əmanət. Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamaz və bizə acımazsan, halımız daha acınacaqlı olur. Sığınacaq və qaçılacaq bir tək sənsən. Bir saniyəsinə belə hakim ola bilmədiyimiz, hökm edə bilmədiyimiz bu həyatın tamamına hakim olmaq, hökm etmək istəyirik. Allahım, içimizdəki günahkarlar ucbatından hamımızı həlak edəcək misin? Allahım.